Gözəl musiqi dünyasında bura toplaşan dəyərli qonaqlar, hörmətli müəllimlər və əziz tələbələrimizi ürəkdən salamlayıram və hər birinizə xoş gəlmisiniz deyirəm. Bu gözəl konsert salonunda biz bugün Sumqayıt Musiqi Kollecinin çox peşəkar müəlliməsi Abdullayeva Tamila xanımın tələbələrindən ibarət konsertə toplaşmışıq. Konsertdən öncə mən bizə bu gözəl məkanda gözəl şərait yaradan, imkan yaradan Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Azərbaycan Respublikasının incəsənət xadimi Kamilə xanım Dadaşovaya öz kollektivimiz adından böyük salamlar deyir və ona böyük təşəkkürlərimizi bildirirəm. Daha sonra isə deməli, bax, belə konsert zallarında bizə gözəl konsertlərin təşkil olunmasında çox böyük dayaq duran, çox böyük dəstək duran, arxa duran Sumqayıt Musiqi Kollecinin rəhbəri, mən böyük fəxrlə deyərdim onun reformatoru, onun islahatçısı, bu kollec üçün çox böyük işlər görən sənətşünaslıq üzrə fəlsəfə doktoru, doçent, böyük nailiyyətləri ilə beynəlxalq müsabiqələr laureatı və tərəqqi medallı Səbinə xanımı buradan alqışlayıram və bütün alıcımızın adına ona minnətdarlıq elan edirəm. Əlbəttə ki, Sumqayıt Musiqi Kollecinin gözəl təmiz təzə binası, burada onun tərəfindən keçirilən maraqlı tədbirlər və layihələrə uğurla imza atılması və bir-birindən gözəl konsertlərin keçirilməsi bu bizə Renesansdan xəbər verir, bizi qürurlandırır, biz bununla fəxr edirik və bizim gələcək işlərimizə böyük bir stimul verir. Bugün biz konsert çox deməli maraqlıdır, çox səkkilidir. Mən qeyd edeyim ki, burada biz müxtəlif ölkə bəstəkarlarının əsərlərini dinləyəcəyik. Ancaq mən bir şey qeyd eləmək istəyirəm ki, insan sənətkar ola bilər, insan alim ola bilər, müxtəlif titullar qazana bilər. Ancaq peşəkar müəllim olmaq və uğurlu tələbələr yetişdirmək bu hər müəllimə nəsib deyildir. Yəni bunun özünüz bilirsiniz ki, arxasında çox böyük zəhmət, əziyyət dayanır. Yəni tələbənin təfəkkürünə varmaq, onu cəlb etmək, bu sənətə sevdirmək, bu çox mürəkkəb bir prosesdir. Bu mənada mən Tamila xanımı özünün sənətinin fədaisi adlandırsam daha düzgün olar. O bu illər ərzində çox böyük əziyyət çəkərək özünün məktəbini və öz ətrafına çox istedadlı tələbələr olan komandanı toplamışdır.
Bu da onun uğurudur, böyük qələbəsidir. Çünki onun tələbələri Respublikadan çox kənarda, Moskvada, Sankt-Peterburqda, Praqada, Budapeştdə müxtəlif mükafatlarla, deməli, diplomlarla, laureat adı alaraq, diplomat adı alaraq, hətta Grand Prix mükafatlarına layiq görülmüşlər. Əlbəttə ki, bu onu göstərir ki, onun illəri heç də hədər getməmiş, onun o keçirdiyi o pedaqoji fəaliyyət böyük uğurlar və mükafatlarla qiymətləndirilmişdir. Bugün bizim proqramda müxtəlif səpkili əsərlər olacaqdır. Ancaq mən burada 3 daha Azərbaycan bəstəkarının burada səslənəcək əsərlər barəsində kiçicik bir məlumat verəcəm. Onlardan biri Azərbaycan musiqisinin tacı, Azərbaycan musiqisinin zirvəsi, Üzeyir Hacıbəylinin musiqili komediyaları əsasında bizim çox fenomenal pianoçumuz, istedadlı bəstəkarımız, əməkdar artist Emil Əfrasiyabın caz kompozisiyası səslənəcəkdir. Bu kompozisiyada bizim bəstəkar Azərbaycan milli musiqi hissi ilə caz dünyası arasında bir köprü yaratmışdır. Yəni Üzeyir Hacıbəylinin musiqili komediyalarından olan melodiyalardan bir baza kimi istifadə etmişdir. Və ortalığa çox maraqlı bir layihə deməli çıxış etmişdir. Mən qeyd edeyim ki, Üzeyir bəyin ümumiyyətlə musiqi dilində muğam intonasiyaları, şərq ladları böyük yer tutduğuna görə onlar caz üslubuna, caz musiqisinə çox yatırımlıdırlar. Və qeyd edib ki, hələ Emil Əfrasiyab 13 yaşından caz musiqisinə böyük həvəs göstərmiş və Bakı Musiqi Akademiyasında professor Fərhad Bədəlbəylidən fortepiano dərslərini almışdır və özünün dediyi kimi mənim musiqi dünya görüşünün formalaşmasında 2 dahi bəstəkarın Üzeyir Hacıbəylinin və Qara Qarayevin böyük rolu olmuşdur. Və Üzeyir bəyin musiqisinə də müraciəti onun heç də səbəbsiz deyil. O, bu nəslin nümayəndəsi kimi Üzeyir bəyə böyük ehtiram və böyük hörmət əlaməti olaraq onun melodiyalarına müraciət etmişdir. Və beləliklə sərbəst improvizasiya, poliritmiya, daha sonra şərq ladları ilə deyək ki, caz harmoniyasının birləşməsi əlbəttə ki, və bir də virtuoz texnika onun layihələrində böyük yer alır və Azərbaycan pianoçularının repertuarını zənginləşdirərək onu daha da maraqlı edir və dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanır. Və bu layihələrlə o, nəinki Azərbaycanda, bütün dünyada Azərbaycan musiqisini təmsil edir. Ümumiyyətlə, caz musiqisi 19-cu əsr əvvəllərində Birləşmiş Ştatların Yeni Orleans şəhərində meydana gəlmiş. Orada bir sıra xalqlar yaşadığından onların mədəniyyəti bir-birinə qovuşmuşdur və nəticədə spirituez, blues, ragtime'ın əsasında caz dünyaya gəlmişdir və onun ən böyük nümayəndəsi caz dünyasının kralı Duke Ellington bu musiqini bütün dünyada yaymışdır. Amma Azərbaycanda 1938-ci ildə artıq Maestro Niyazi və Dahi Tofiq Quliyev tərəfindən bu Azərbaycan Dövlət Caz Orkestri yaranmış və qeyd edeyim ki, o vaxt bu orkestrin yaranması da çox cəsarətli addım idi. Çünki caz musiqisinə imkan vermirdilər, burjua musiqisi kimi baxır və onu gizli şəkildə ifa edirdilər. Amma 60-70-ci illərdə artıq Vaqif Mustafazadə öz caz muğam məktəbini yaradır və o bu məktəbin memarına çevrilir. Emil Əfrasiyev isə bu məktəbin layiqli davamçılarından biri olmuşdur. Əlbəttə, onların arasında müəyyən fərqlər var. Deyək ki, Vaqifin caz dünyası daha emosionaldır. Burada blues və swing üslublu daha sərbəst improvizasiyalar yol verilir. Amma Emil Əfrasiyabın caz musiqisində onun kompozisiyalarında klassik musiqinin təsirini, daha sonra simfonik musiqi ilə sintezi, daha mürəkkəb caz harmoniyalarını biz müşahidə edirik. Və burada nəinki klassik musiqinin təsirini, hətta qərb romantizminə məxsus pianoçuluq texnikasının təsiri özünü göstərir. Və beləliklə Azərbaycan melodikası, caz improvizasiyası və çox virtuoz ifa bu layihələrdə böyük yer alır. Əlbəttə ki, qeyd edib ki, Üzeyir Hacıbəylinin bu musiqili komediyalarından söhbət düşmüşkən,
115 il o vaxtdan keçir. Ona baxmayaraq, onun bu musiqili komediyaları öz aktuallığını itirməmişdir. Onun yaratdığı obrazların, işlətdiyi ifadələr indinin özü də bizim həyatımızda komik bir müraciətlərə çevrilmişdir. Əlbəttə ki, əgər onun yaratdığı obrazlar səni güldürür, gülüş bəxş edir və onun yaratdığı bu melodiyalar səhnədən qoparaq bütün xalqımızın ruhuna hopursa və bunlar xalq mahnıları kimi əzbər dillərdə oxunursa, deməli bu sənətkar və Üzeyir bəyin böyük qələməsidir. Əlbəttə ki, Üzeyir bəyin doğma yurdundan danışarkən qeyd edir ki, mən öz təhsilimi doğma şəhərim Şuşanın musiqi məclislərində almışam və Arşın Malla musiqili komediyasının məzmunu isə doğma şəhərim Şuşadan götürmüşəm. Şuşa əlbəttə ki, böyük keçmişi tarixə malik bir güşədir. Mən deyim ki, Şuşa üçün sənət, musiqi təhcə sənət deyil, o həyatın özüdür. Şuşada hər bir daşın altı onun keçmişi haqqında bir kitabdır. O, musiqinin beşiği, Qafqazın Şərqin konservatoriyası adını almışdır. Lakin o, nəinki Azərbaycan mədəniyyətinə, ümumiyyətlə dünya mədəniyyətinə çox böyük töhfələr vermişdir. Əgər biz buna nəzər salsaq, mən deyərdim ki, Şuşa nəinki Qafqazın, nəinki Şərqin, o, dünyanın konservatoriyasıdır. Əlbəttə ki, Azərbaycanımızın hər yeri gözəldir, hər yeri səfalıdır və Azərbaycan xalqı çox şanslı, çox xoşbəxt xalqdır ki, onun belə dahi ölməz sənətkarları vardır. Mən indi bir kiçik şeir demək istəyirəm. Bu gecə yuxuma girmişdi Şuşa, bu gecə yuxuma girmişdi Şuşa, Cabbar gülümsəyir, xan sevinirdi. Dönmüşdü qanadı sağalmış quşa, qartal kimi zirvələr seyr eləyirdi. Gövhər ağa məscidindən ucalacaq azan səsi, daş altısı, cıdır düzü, müqəddəsdir hər güşəsi. Əlbəttə ki, gözəl Şuşa Qarabağın incisidir, mədəniyyət sayəsində birincisi və yenə də birincisidir. Balamız Almanya'dan gelmiştir. Yani çok istedadlı gençdir. İller önce bizim deməli musiqi kollecimizi skripka aləti üzrə bitirmiş. Amma uşaqlıqdan o Tamila xanımda fortepiano dərslərini almışdır. Və bu günləri Tamila xanımın yubiley günüdür. Bu konsert onun yubileyi ilə üst-üstə düşür. Və bizim bu istedadlı gəncimiz onun deməli yubiley gününə əli boş gəlməmişdir. Biz bugün onun ifasında gözəl bəstəkarımız orijinal musiqi dilinə məxsus Pişə xanım Axundovanın iki gözəl freziyasını dinləyəcəyik. Və beləliklə Pişə xanım Axundova və Məmmədov Nihat.
isə səhnəyə Səbirə xanım Mehdiyevan dəvət edirəm. Hörmətli rektor, hörmətli Azərbaycan Milli Konservatoriyasının professor heyəti, hörmətli müəllimlər, əziz qonaqlar, tələbələr, mən də sizin hamınızı səmimi qəlbdən salamlayıram. İlk növbədə təşəkkür eləmək istəyirəm, mən də təşəkkür eləmək istəyirəm ki, siz bizə daim hörmətli rektorumuz daim dəstək və qayğı ilə yanaşırsınız. Biz də öz növbəmizdə çox əzmkarlıqla çalışırıq ki, bu səhnəni layiqincə kollecimizi bu səhnədə təmsil edək. Bugünkü fortepiano sənətinin konserti maraqlı olmalıdır məncə, çünki burada müəllimin çox böyük bir əziyyəti, zəhməti və tələbələrin əzmkarlığı birləşib və mən Ulu Öndərin sözünü yadıma salmaq istəyirəm ki, musiqi sənəti bizim xalqımızın mənəvi sərvətidir. Biz musiqi kolleci olaraq yalnız ifaçı və müəllim hazırlanmaq məqsədi qoymuruq qarşımıza. Eyni zamanda biz düşünən, hiss edən, musiqini duyan və ən əsası vətəni sevən musiqiçilər, insanlar yetişdirmək istəyirik, formalaşdırmaq istəyirik. Bugünkü konsertə görə çox-çox təşəkkür edirəm və özüm pianoçu olduğuma görə istədim, proqramda yazılmayıb, amma proqramdan kənar mən də bir əsər ifa eləmək istədim bu gözəl səhnədə sizin izninizlə. Beləliklə, Cövdət Hacıyev Valladır. Çox sağ olun.
dahi bəstəkarım. Burada ifa olunacaq, Azərbaycan bəstəkarlarının əsərləri burada ifa olunacaq, onlar üzərində bir balaca, deyərdim ki, kiçicik bir anotasiya şəklində məlumat vermək istəyərdim ki, burada əyləşən tələbələrimiz üçün çox maraqlı olsun. Bu əsərlərdən biri öz musiqi dünyası ilə seçilən, fərqlənən, Azərbaycan musiqisinin dahisi, bax bu konsert salonu da elə onun adına daşıyır. Fikrət Əmirovun 1001 Gecə baletinin fragmentləri əsasında bəstəkar Rüzgar Əhmədzadəni fragmentlərini təşkil etmişdir. Ümumiyyətlə, bu fragmentlər Rüzgar xanımın qalereyasında çox populyardır və Fikrət Əmirov bu baletində Azərbaycan musiqisinin milli ruhunu qoruyaraq onu dünya baletinə inteqrasiya edir, onu milli və universal səhnəyə çıxarır və bu baletdə olan şərq nağılının ekstatik atmosferi burada deyərdim ki, çox maraqlı bir kompozisiya ilə birləşir. Yəni, burada orkestr, maraqlı orkestr boyası, lat kollajı və zərb alətlərinin çoxluğu burada maraqlı bir səhnə tablosunun maraqlı səhnə kollajına yaranmasına şərait yaradır. Rüzgar xanım isə bu fragmentləri çox maraqlı şəkildə təqdim edir. Yəni, mürəkkəb pasajlar, xromatik keçidlər, müasir caz harmoniyaları və dinamik kontrastlar bu musiqiyə xüsusi bir ekstatiklik gətirir. Əlbəttə, bu musiqidə ornamentlərin istifadə olunması isə melodiyanın muğam ruhunu biraz da gücləndirir. Fikrət Əmirov Azərbaycan muğamlarının fəlsəfi mənasını, dərinliyini bütün dünyaya nümayiş etdirən bəstəkarımızdır. Fikrət Əmirov Azərbaycan ladlarının akademik simfonizmə inteqrasiya prosesini başa vuran və gələcəkdə novatorluq üçün konseptual baza yaradan çox nadir bir sənətkardır. Və onun musiqisinin özəlliyi də ondan ibarətdir ki, onun musiqisini dinləyən, dinləyici kütlə o dəqiqə özünü Azərbaycanın müxtəlif yerlərində və müxtəlif güşələrində hiss edir. Və təsadüfən deyildir ki, bizim xalq şairimiz Səməd Vurğun onun Azərbaycan süitasını dinlərkən qeyd edir ki, onunla görüşəndə deyir ki, mən sənin qağa Azərbaycan süitanı dinlədim, özümü Kəpəzin lap başında deyir, hiss edirdim. Bu elə onu göstərir ki, Fikrət Əmirov öz doğma dilində danışmağa, öz fikirlərini, öz arzularını məhz bu dildə ötürməyə çalışır. Və o, Azərbaycan xalq musiqisinin təfəkkürünə vararaq onu özünkiləşdirir və misli olmayan, bir-birinə bənzərsiz brendlərini yaradır. Və özünün qeyd elədiyi kimi, mən həmişə istəmişəm ki, Azərbaycan xalqının musiqisini hamı tanısın, hamı onu sevsin və Azərbaycan xalqının vizit kartına çevrilsin. Əlbəttə ki, mən Avropa musiqisinin qarşısında baş əyirəm, ancaq mən fəxr edirəm ki, mən şərqin oğluyam. Bizim ikinci, deməli, daha bəstəkarımız, deməli, Qara Qarayevin İldırımlı Yollar baletindən ehtiraslı qızıl rəqsi olacaqdır. Bu rəqs ümumiyyətlə qeyd edeyim ki, təkcə sadə bir rəqs deyil, o kollektiv emosiyaların partlayışı və hayqırtısını özündə cəmləşdirir və səhnədə çox böyük gərginlik yaradır. Və onu ifa edən pianoçu nəinki ifanı nəzarətdə saxlamalı, o bu səhnəni yaratmalı və eyni zamanda o hayqırtını, bu emosional partlayışı dinləyiciyə ötürməyə bacarmalıdır. Mən əminəm ki, bugün bizim ifaçımız həmin bu nüansları böyük məharətlə yerinə yetirəcəkdir. Qeyd edeyim ki, bu baleti yazmasından əvvəl Qara Qarayev çox mükəmməl şəkildə Cənubi Afrika folklorunu öyrənmiş, mənimsənmiş və özünün dediyi kimi bəstəkar hamıdan çox oxumalı və hamıdan da çox bilməlidir. Və sonluqda klassik baleti müasir musiqi dili ilə vəhdətə gətirərək böyük bir psixolog kimi qarşımıza çıxış etmişdir. Və bu epizodu da deyim ki, fərqləndirən ən böyük cəhət, onun kvintessensiyası onun ritmindədir. Yəni, burada sinkopaların çoxluğu, kəskin aksentlər, vurğular, cazvari harmoniyanın istifadə olunması və müasir kompozisiya texnikası, əlbəttə ki, bunlar hamısı xüsusi bir ekstatiklik, xüsusi bir teatral effekt daxil edir. Və Qara Qarayev Azərbaycan musiqisini Avropa kompozisiya texnikası ilə birləşdirən
ilk novator bəstəkarımızdır. Əlbəttə ki, bu epizodu qulaq asarkən dinləyici bu zamanın vaxtı nə vaxt keçdiyini başa düşmür, ritm onu özünə çəkir və sənə elə gəlir ki, sən musiqini yox, musiqi səni idarə edir və beləliklə modern, cazvari və ritmik partlayış bu epizodun əsas ürəyini təşkil edir. Hətta bəstəkarımız bir qədər tonal mərkəzdən uzaqlaşaraq ora modal elementlər qatır, dissonans səsləmələri daxil edir. Bunun özü də ona trans effekti xarakter verir. Əlbəttə ki, Qara Qarayev dünya şöhrətli bəstəkardır. Onun musiqisinə çox sözlü xarakter deyildir. Onun musiqisi dərin intellektuallığı, çox konstruktiv logikası ilə seçilir. Bu da təsadüfən deyildir. Çünki o özündə iki dahi bəstəkar möhürünü daşıyır. Onun birisi Dmitri Shostakovich və ikincisi isə Sergey Prokofievdir. Və qeyd edeyim ki, bu baleti də özünə bilavasitə müəllim sandığı Sergey Prokofiev əsərlənmişdir. Və onu Sergey Prokofievin yaradıcı metodunu sələfi adlandırsaq heç də yanılmarıq və Prokofievin harmonik təfəkkürünün davamçı olaraq Qara Qarayev dahi novator bəstəkardır. Əlbəttə, Qara Qarayev çox orijinal, dünya şöhrətli bəstəkardır və bizim ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, o dahi şəxsiyyət, dahi sənətkar və Azərbaycan xalqının dahi oğludur. Mən sizə çox təşəkkür edirəm dinlədiyiniz üçün. İndi isə konsert proqramımızı davam edək. Iоганн Себастьян Bach. Yaxşı tempera edilmiş klavirdən prelüd və fuqa, fa diyez minor, ikinci cild. Çıxış edir Üzeyir Ağazadə.
Lefebvre, Kapris, əsər 109, çıxış edir Xatun Baxarlı. Karnaval, çıxış edir Zeynəb Qarayeva.
Ferenc Liszt, Etüd mi minor, Ab-irato. Çıxış edir Üzeyir Ağazadə. Teodor Dubois, Scherzetto. Çıxış edir Məryəm İsayeva.
Cahangir Zülfiqarov, Qubanın ağ alması. Çıxış edir Buta Maksudova. Vincent Yeomans, Karioka. Çıxış edirlər Zeynəb Qarayeva, Xatun Baharlı.
Qara Qarayev İldırımlı Yollarla baletindən çıxış edir Zeynəb Qarayeva. Emin Əfrasiyab, Hacıbəyli Caz, çıxış edir Buta Maksudova.
Domenico Scarlatti, Sonata Do minor, çıxış edir Üzeyir Ağazadə. Fikrət Əmirov, Min bir gecə baletindən fraqmentlər, çıxış edirlər Buta Maksudova, Zeynəb Qarayeva, Hatun Baharlı, Üzeyir Ağazadə.
İndi isə söz verilir Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dasent Naibə Şahməmmədova. Bugün hamımız birgə sizinlə gözəl bir musiqi proqramını dinlədik. Əlbəttə, zövqlər müxtəlifdir, bəstəkarlar müxtəlif idi. Hər bir əsər çox gözəl ifa olundu. Mən hər birinizə uşaqlar təbrik edirəm sizi bu gözəl çıxışınıza görə. Təbii ki, burada tələbələrin zəhməti, müəllimin əməyi və Səbinə xanım başda siz olmaqla sizin sayənizdə, bu əmələ gəlib bugünkü çıxış. Arzulayıram ki, bugünkü bu alqışlar, sonsuz alqışlar ki oldu sizə məndən öncə, bu alqışlar sizin gələcək nailiyyətlərinizin başlanğıcı olsun. Tamila xanım, sizə təşəkkür edirəm. Gözəl işinizə, yenə də deyirəm, təkrarçılıq olmasın, böyük əziyyətinizin, zəhmətinizin nəticəsidir bugün. Bu uğurlar davamlı olsun. Bu kollektiv bilirsiniz ki, mən sizinlə çoxdan əməkdaşlıq edirəm. 4 ildir mən sizinlə birgə bu kollektivlə görüşürəm ilin sonunda və hər birinizin həmişə böyük zəhmətinizi müəllimlərin görürəm. Bu da təbii ki, Səbinə xanım, sizin pianist olmağınızdan gəlir ki, həmişə bunlar belə gözəl. Buna xüsusi bu sahəyə diqqət ayırmağınızdandır. Bir daha uğurlar arzulayıram hər bir müəllimlərə. Arzulayıram bütün müəllimlərin belə tələbələr olsun. Eşitdim ki, bugün sizin ad gününüzdür. Bütün Milli Konservatoriya adına, Səbinə xanımın adına da, öz adımdan da təbrik edirəm. Bəli, bu bir təsəlli oldu mənə. Çox sağ olun. Və ali təhsil üzrə Dövlət Agentliyinin orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova. Salamlayıram sizi, hörmətli həmkarlar, Səbinə xanım, əziz müəllimlər, tələbələr. İlk öncə Tamila xanım, mən də sizi təbrik edirəm. Bu çox, məncə sizin üçün unudulmaz bir ad günü olacaq. Bəli, mən bugün həqiqətən çox zövq aldım. İlk öncə Səbinə Mehdiyeva, kollecin direktoruna təşəkkürümü bildirirəm bu gözəl konsert proqramı üçün. Eyni zamanda sizə, tələbələrinizə. Hesab edirəm ki, bu yalnız bir konsert proqramı deyil, eyni zamanda artıq ayların, illərin zəhmətidir ki, siz bugün burada nümayiş etdirdiniz. Bir daha uğurlar gələcək fəaliyyətinizdə hər birinizə təşəkkür edirəm, uğurlar arzulayıram. Çox sağ olun. Naibə xanıma və Zeynəb xanıma xoş, gözəl sözlərə görə təşəkkür edirik. Beləliklə, konsert proqramımız sona yetdi. Xatirə şəkli çəkilmək istəyənlər buyursun səhnəyə.